Razılaşmırıq, istədiyimi vermir. Ev verir, evə də razılaşmırıq. Qane etsəydi, yəni bu vəziyyətdə yaşamaq istəməzdik də biz. Bakıda köhnə evlərin söküntüsü zamanı əksər hallarda problem evi kiçik olan vətəndaşlarla yaşanır. Bəli, mülk sahibi evinə görə daha böyük mənzil tələb edir. Şirkət isə bunun mümkün olmadığını deyir və bəzən bu tərəflər arasında mübahisələr gedir, məhkəmələrə qədər çıxır və illərdir ki, bu problemdən çıxış yolu axtarılır. Və bu günlərdə Milli Məclisdə bununla bağlı fikir səsləndi. Millət vəkili Vüqar Bayramov öz təklifini irəli sürdü. Bakının baş planına uyğun olaraq Bakının yeniləşməsi və yenidən qurma işləri davam edir. O baxımdan həm də mən bu istiqamətdə kompensasiyaların verilməsində diferensial yanaşmanın nəzərə alınmasını və nisbətən az sahəsi olan evlərə kompensasiya ödənilən zaman fərqli əmsallardan istifadə edilməsini təklif etmək istərdim. Razılaşmırıq heç nə. İstədiyinizi vermirlər, yoxsa necə? İstədiyimi vermir. Evimi də zədələyib, yenə razılaşmır. Aldadırlar bizi. Düzgün söz demirlər. Evimin arxasını söktü, altı bütün sudur. 11 ailə qalmışıq, onu razılaşdırmırlar. Bu evdə yaşamağa belə bir vəziyyətdə nə məcbur edirsiniz? Yəni ki, şirkətlə razılaşmırsınız, yoxsa Hayır, razılaşmırıq. nədir məsələ? Yəni nədən razılaşmırsınız? Ev verir, evə də razılaşmırıq. Ev balaca verir, yoxsa necə? Da verir. Yana səhv eləmir. Deyirsən daha çox olsun, hə? Yəni 4 qardaş şey deməliyəm də. Yəni nəzərə almalıdır ki, evdə adam çoxdur, ona uyğun ev verməlidir. Bəli, bəli. Amma bunlar da baxırlar evin ölçüsünə, ona uyğun da ev verirlər, hə? Onu ev verirlər. Ev təklif olunur, pul təklif olunur. Qane edirsiz? Yox, bugünkü qiymətlərlə yox qane elə. Qane etmir, ona görə də oturmuşuq. Qane etsəydi, yəni bu vəziyyətdə yaşamaq istəməzdik də biz. Yəni tez çıxırlardı. Pilot layihələrin həyata keçirilməsi ilə bağlı zamanla Nazirlər Kabinetinin 86 sayılı qərar ilə kompensasiya sahəsinin əlavə 15-20% olması ilə bağlı bir qeyd olunmuşdur. Bundan başqa bizim ölkədə kompensasiyaların verilməsi ilə bağlı hər hansı bir alternativ qanun və yaxud normativ olmadığına görə vətəndaşlarla söküntü işi aparan tərəflər arasında mübahisələr yaranır. Ən geniş problem də burada kiçik istifadə sahəsinin kompensasiya olması ilə bağlıdır. Əgər tikinti şirkəti kompensasiya mənzil formasında, əmlak formasında verilirsə, burada fərqli əmsalların tətbiq olunması mütləqdir. Əgər günü bugün qanun yoxdursa, ən azı bu istiqamətdə alternativ həlli yolu zamanla Nazirlər Kabinetinin təqdim etdiyi 15-20% əlavə yox, diferensiasiya tətbiq olunmasının məsləhəti olardı ki, misal üçün 20 kvadrata kimi olan sahəyə olan kompensasiya ən azı 30% olsun. 20 kvadratdan 30 kvadrata kimi olan sahəyə isə 25% ən azı kompensasiya olsun.